Gələn il üçün proqnozlaşdırılan sosial müdafiə və sosial təminat xərcləri məlum olub. Global Info xəbər verir ki, bu 2026-cı il və sonraki 3 il üçün dövlət büdcəsinin layihəsi üzrə xərclərin funksional təsnifat səviyyəsində göstəricilərində əksini tapıb. Gələn il bu sahəyə 5 milyard 105 milyon 971,8 min manat ayrılması proqnozlaşdırılır. Bu 2025-ci ildə bu sahəyə ayrılması nəzərdə tutulan xərclərdən 354 milyon 241 min manat, yaxud 7,4% çoxdur. 2025-ci ildə sosial müdafiə və sosial təminat sahəsində 4 milyard 751 milyon 730,8 min manat ayrılması nəzərdə tutulub. Sosial müdafiə və sosial təminat xərcləri 2027-ci ildə 5 milyard 389 milyon 226,9 min manat, 2028-ci ildə 5 milyard 871 milyon 740,5 min manat, 2029-cu ildə 6 milyard 180 milyon 879,3 min manat olacaq. Qeyd edək ki, sosial büdcənin artması pensiyalarda da artımlara səbəb olacaq. Əziz izləyicilər, xəbərlərdən məlumat almaq üçün kanalımıza abunə ola bilərsiniz.